Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz dostlar. Vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsindədir. Biz gəlib bu hissəyə çatdıq ki, ey onu tanımayan və ondan bir şey istəməyənə əta edən varlıq. Biz dedik ki, Allah Təbarək və Teala baxır, harada ehtiyac varsa, orada onun mərhəməti enir. Ehtiyac mərhəmətin enməyinə səbəb olur. Bu iki cürdür. Bəzən bu təkvinidir, bəzən də təşriidir. Yəni, başqa ifadə edilir desək. Bəzən ixtiyarladır, bəzən ixtiyarsızdır. Bizim bütün varlığımız ixtiyarsız olaraq ehtiyacı səsləyir. Quran-ı Kərimdə bir ayə var. Mən o ayəni oxuyum icazənizlə və izah verəcəyim buna. Ayə buyurur ki, bu ayə yəni bəs eləyir bir nəfəri şəxs üçün bu marifi dərk eləmək üçün əlbəttə üzərində tədəbbür etmək şərti ilə. Rəhman surəsinin 29-cu ayəsindədir. Yəsəluhu, yəni istəyir Allah Təbarək və Teala'dan. Kim? Mən fis-səməvati vəl-ərd, göylərdə və yerdə kim varsa, nə varsa Allahdan istəyir. Kullə yevmin huvə fi şə'n. Hər gün o yeni bir işdədir. Təbii ki, burada gün dedəndə, yəni hər an. Baxın, burada ki, deyir, yəsəluhu, ondan istəyir, yəni dua edir, tələb edir Allahdan, istəyir. Bu istəmək ixtiyaridir. Biz görürük, yer üzündə nə qədər kafirlər, dinsizlər var, heç Allahdan istəmirlər. Amma ayə istisnasız olaraq deyir ki, göylərdə və yerdən hansı varlıq varsa, o Allahdan istəyir. Bu hansı istəkdən söhbət gedir burada? Təbii ki, burada o təkvini istəkdir. Yəni, kafirin varlığına biz baxsaq, dindar deyil, kafirdir. Onun varlığı ehtiyac üzündədir. Daim deyir ki, ilahi mənə bəxş et, ilahi mənə vücud ver, ilahi mənə qüdrət ver. Daim Allahın lütfünə, mərhəmətinə ehtiyacı var bunun. Və onun varlığı bunu tələb edir. Hətta müminin də varlığı bunu tələb edir. Sadəcə, müminlə kafirin fərqi oradadır ki, mümin yüksək dərəcələrə çatmaq üçün o ehtiyacını dilə gətirir. Baxın, budur fərq. Allah Təbarək və Teala buyurur ki, insan gərək özünü tanıya. Mən ərəfə nəfsəhu fəqad ərəfə Rabbə. Özünü tanıyan Rəbbini tanıyıb. Özünü tanımaq məqsəd nədir? Bəziləri elə düşünə bilər ki, özünü tanımaq, yəni, nə bilim, fizioloji quruluşunu, biyoloji quruluşunu, yəni özünü tanıyadan daxili orqanları necə işləyir, xarici orqanları necə işləyir. Bu da yaxşıdır tanımaqdır. Lakin bu afaqı tanımaqdır. Yəni nə seyr eləyirsən? Nizam-intizamdır, bunun bir dənə nizamlayıcısı var. Söhbət bu tanımaqdan getmir, bu zəif tanımaqdır. Hansı tanımaqdan burada söhbət gedir? O ayə ki, buyurur, aleykum ənfusəkum, özünüzdən müğayət olun, yəni özünüzü tanıyın. Hansını öz tanımaqdır? Bu həmən zəifliyi dərk etmək. Ki, insan dərk edə ki, bu aləmdə zəif məxluqdur. Yəni, asılı bir varlıqdır. Onun ehtiyacını daim ödəyən bir varlıq var. Yəni, bunu mümin dərk edir. Onsuz da Allah Təbarək və Teala o ehtiyacı ödəyir. Hansı ehtiyacı, varlığa aid ehtiyacı daim ona vücud bəxş eləyir. Ehtiyacı ödəyir. Kafirlə mümin fərqli olmalıdır. Kafir bunu dərk eləmir və bunun ardınca deyil. Amma mümin gərək bunun ardınca ola. Mümin nə vaxt həqiqi saadətə çata bilər, nə vaxt Allahı tanıya bilər, müəyyən öz əndazəsində, o vaxt tanıyar ki, öz zəifliyini dərk eləsin. İnsan nə qədər öz zəifliyini, aslı bir varlıq olduğunu dərk eləsə, nə qədər çox dərk eləsə, bir o qədər Allahın varlığını dərk etmiş olar.
belədir də, yəni biz baxaq, məsələn, bir dənə sizin nümunəsini göstərim. Biz gedirik müəyyən bir cihazı əlimizə götürürük. Deyək ki, telefondur. Baxırıq, nə qədər diqqətlə baxsaq görərik ki, burada incəliklər var. O qədər bunun mühəndisini tərif edirik və bəh-bəh deyirik mühəndisinə ki, necə bunu xəlq eləyib. Və insan da, və bu nə qədər çoxalır, deyək ki, gedir bir nəfər təyyarəyə baxır. Deyək, təyyarənin o incəliklərindən neçə 100 min, deyək ki, orada şeylər istifadə olunub. Onları incələyir və dərk edir ki, bunu necə yaradıblar. İnsan da öz zəifliyini dərk etdikcə bir o qədər dərk edir ki, bu varlıq necə bir varlıqdır. Hər anı, hər bir şeyi, hər bir hərəkəti ondan asılıdır insanın. Ona görə o ayə ki oxuduq, Rəhman surəsinin 29-cu ayəsi çox önəmlidir. Yəsəluhu, istəyir ondan. Bu istəmək, yenə də deyirik, dili ilə demək deyil. Möminlə qeyri-bəli, mömin bunu dilə gətirir. Ona görə Allahın mərhəməti möminə daha çox şamil olur. O istəmək, o fəqirliyi dilə gətirmək. Ki, ilahi, mən fəqirəm. Oxuyacaq inşallah, bu verilişi inanmıram, növbəti verilişdə oxuyacaq. Ənəl fəqir, mən fəqirəm, mən ehtiyaclıyam. Əntəl ғəni, sən ehtiyacsızsan. Bunu dilə gətirmək, bəli, Allahın geniş lütfüne səbəb olacaq. Amma hətta bunu dilə gətirməsə də insan onsuz da Allah təbarək və təala lütf eləyir, bu lütfü göstərir. Müəyyən əndazədə vücud bəxş eləyir daim. Yenə bir təkrar edirik. Bu ayə bizə bəhs eləyir. Yəsəluhu, istəyir ondan mən fis-səmavati vəl-ərd. Göylərdə və yerdə hansı varlıq varsa, hamısı ondan istəyir. Kullə yevmin huvə fi şən. Hər gün o bir işdədir. Yəni hər gün, yəni hər an Allah Teala feyz verir. Ya daiməl fadli aləl-bəriyyə. Şimdi onu da oxuyacaq inşallah. Ey məxluqlara fəzli, lütfi daimi olan. Yəni bu daimidir. O bir bəhs var, əqli elmlərdə bu oxunur ki, nəticənin səbəbi olan ehtiyacı necə bir ehtiyacdır? Deməli, məşhur teologlar gəlib deyirdilər ki, bu ehtiyacın meyarı hudusdur. Yəni sonradan yaranmadır. Niyə biz səbəbə ehtiyaclıyıq, Allaha ehtiyaclıyıq? Çünki sonradan yaranmışıq. Sonradan yarananın da Allaha ehtiyacı var. Sadəcə şübhə olunurdu onlara və irad tutulurdu ki, əgər belədirsə, onda yaranandan sonra bizim Allaha ehtiyacımız yoxdur. Lakin alimlər gəldilər, dedilər ki, bu meyar bu deyil. Meyar nədir? Mümkün varlıq olmaqdır. Yəni, çünki sən mümkün varlıqsan, ona görə ehtiyaclısan. Və mümkün varlıq olmaq səndən ayrılmır. Və ya Sədrul Mütəllihin, Molla Sədranın dili ilə desək, bu əl-imkanul fəqri. Hətta bu cür bəhslər o qədər dəqiq bəhslərdir. Siz gedib baxsanız görərsiniz ki, İbn Teymiyyənin də kitablarında bu bəhslər yer alıb. Ki, bəziləri Allahı bu cür tanıyırlar öz fəqirlikləri ilə. Ki, Allahı tanıma yollarını gətirəndə bunu da gətirir. Əl-imkanul fəqri, buna deyərlər Siddiqin sübutu, Sədranın oxunuşu ilə və ya hətta ariflərin oxunuşu ilə ki, İbn Teymiyyədən biz belə şeylər gözləmirik adətən, amma görürsən onun kitablarında da var. Niyə? Çünki bilirlər ki, həqiqi Allahı tanımağın yolu budur. Ki, insan o fəqirliyini, ehtiyac olanı, mümkün varlıq olduğunu dərk edir. Və bu mümkün varlıq olmaq, fəqirlik insandan ayrılan bir şey deyil. Həmişə insandan var. Ona görə də insan necə ki, yaranışda Allaha ehtiyacı var, yaranışını davam etdirməkdə də Allaha ehtiyac var. Elə ona görə deyirlər ki, əl-mumkinu yəhtəcu iləl-illə bəqaən kəmə yəhtəcu iləyhə hudusən. Necə ki, səbəb, ya nəticə öz səbəbinə ehtiyaclıydı. Əlbəttə, iləyhi səbəbə qaytaraq da, ya illiyə. Necə ki, nəticə öz səbəbinə ehtiyaclıdır yaranışda, həyatını davam etdirməkdə də, qalışda da öz səbəbinə ehtiyaclıdır. İnşallah, növbəti bəhsimizdə yenə bu mövzunu davam elətdirərik. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.